Düzbucaqlı üçbucağın xarici oblastında diametrləri bu üçbucağın tərəfləri olan yarım dairələr qurulmuşdur. İsbat edin ki, katetlər üzərində qurulmuş yarım dairələrin sahələri cəmi beton üzərində qurulmuş yarım dairələrin sahəsinə bərabərdir. Katetləri A, B ilə işarə edək, hipotenuz C olsun. Pifaqor teoreminə görə bilirik ki, A kvadrat üstə gəlinsin B kvadrat bərabərdir C kvadrat. Həmçinin dairənin sahəsinə görə isə bilirik ki, S bərabərdir pi r kvadratı. Burada yarım dairə olduğu üçün birinci yarım dairəni S1, S2, buraya isə S3 desək, S1 bərabər olacaqdır. Yəni radius burada birinci üçün radius A bölü 2, ikinci üçün B bölü 2, üçüncü üçün isə C bölü 2 olacaqdır. Yəni pi vurulsun, r-in əvəzinə yazırıq. Yarım dairə olduğu üçün yarı böləcəyim bu düsturu və r-in əvəzinə yazırıq A bölünsün 2-nin mötərizə kvadratı. Yəni alırıq A kvadrat bölünsün 4 vur 2 olanda bir də 8 alınır. Bir də pi. Pi bölü 8-i qarşıya atıb A kvadratını yaza bilərəm belə. Həmçinin S2 o da eyni cür olacaq. Pi bölünsün 2 vurulsun B bölü 2-nin mötərizə kvadratı. Bu da bizə verəcək pi bölünsün 8 vurulsun B kvadratı. S3 də həmçinin pi bölünsün 2 yarım dairə olduğu üçün vurulsun C bölü 2-nin mötərizə kvadratı. Bu da bərabər olacaq pi bölünsün 8 vur C-nin kvadratı. Birinci, ikinci və üçüncü tənliklərimizdən, daha doğrusu ifadələrimizdən A kvadratını, B kvadratını və C kvadratını əvəz edək. A kvadratı bərabərdir 8 bölünsün pi vurulsun S1. B kvadratı bərabərdir 8 bölünsün pi vurulsun S2. Və C kvadratı da bərabərdir 8 bölünsün pi vurulsun S3. Pifaqor teoremini yenidən yazaq. Artıq katetləri və hipotenuzu sahələrlə əvəz olmuş formada. 8 bölünsün pi vurulsun S1. Üstəgəl 8 bölünsün pi vurulsun S2 bərabərdir 8 bölünsün pi vurulsun S3. Hər tərəfi 8 böl pilərə ixtisar aparsaq, sadəcə S1 üstəgəl S2 bərabərdir S3 alarıq. Yəni bizdən tələb olunan şərti isbat etdik.